Hörmətli İqtisadi Forum izləyiciləri, gününüz aydın, xoş gəlmişsiniz İqtisadi Foruma. Bugünkü söhbətimiz avtoservislər barədə olacaq. Hamı üçün çox maraqlı, yəqin ki, bir mövzudur. Ümid edirəm ki, maraqla baxacaqsınız bugünkü müzakirəyə. Öncə istərdim sizə qonaqlarımızı təqdim edim. Qalib müəllim Toğrul, Qalib müəllim İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəridir. Xoş gəlmişsiniz Qalib müəllim. Şahin müəllim Qasımov avtomobil istismarı üzrə ekspertdir və eyni zamanda yəqin ki, tanıyırsınız, belə bir veb səhifə var. Demək, maşınbazarı.com.az və s. həmin veb səhifənin sahibidir, aparıcısıdır. Xoş gəlmişsiniz Şahin müəllim. Hörmətli İqtisadi Forum izləyiciləri, bayaq qeyd etdiyim kimi bu mövzu çoxlarımızın marağındadır. Nəyə görə? Çünki çoxlarımızın avtomobili var. Bu avtomobil də belə bir şeydir ki, vaxtaşırı görürsən ki, hansısa problemlər çıxır. Bu problemləri aradan qaldırmaq lazım olur və üzümüzü də tuturuq hansısa avtoservisə. Ya tanıdığımız ustaya, ya tanımadığımız ustaya. Burada əlbəttə ki, hərdən görürsən ki, aparırıq, heç tanımırıq. Bu usta bacaracaq bu problemi aradan qaldırmağa, yoxsa bacarmayacaq, etibar edirik. Amma bir sistem kimi sanki öncə bu avtomobil sahibini problemin həll olunmasında əmin edən sanki belə bir sistem yoxdur. Mənim təəssüratım belədir. Qalib müəllim, mən bilirəm ki, sizin təşkilat bu sahədə bir neçə aydır araşdırma aparıb. İstərdim ki, qısaca o barədə məlumat verəsiniz. Yəni, bəllidir ki, statistikadan Azərbaycanda 7000, səhv etmirəmsə, 772 avtoservis var. Bunların kiçik bir qismi hüquqi şəxs olaraq, yəni böyük avtoservislərdir. Amma böyük qismi, əksəriyyəti kiçik avtoservislərdir, kiçik müəssisələrdir. Nə bilim, bir qaraj formasında, hansısa qarajı görünür, usta icarəyə götürür və orada həmin o avtoservisi təşkil edir. Yəni, buyurun, bu araşdırma haqqında. Əvvəl onu deyim ki, bizdə statistikada bu sahənin statistikası belə aparılır ki, vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi ilə məşğul olan sahibkarlıq subyektləridir. Və özü, statistikanın özünün də siz məlumatları dediniz, o 7772 avtoservisdən 197-si hüquqi şəxslərə məxsusdur, qalan 7575-i fiziki şəxslərə məxsusdur. Ancaq bu o demək deyil ki, bu statistika bütün avtoservisləri əhatə edir. Demək, elə avtoservislər var ki, heç qeydiyyatda deyil. Qeydiyyatda deyil, bəli. Ona görə elə statistikanın özünün... Çoxdur mu belələri, yoxsa sizcə? Belə deyək, məsələn, statistikanın özünün yanaşması belədir ki, metodoloji yanaşma belədir ki, demək, bu həmin avtoservislərlə məşğul olan sahibkarlıq subyektlərinin, onlar iki hissəyə bölürlər. Biri var formal iqtisadiyyatla məşğul olan, yəni hansı ki qeydə alınır, bir də qeyri-formal iqtisadiyyat, yəni kölgə iqtisadiyyatı, belə deyək, belə başa düşülməsi üçün kölgə iqtisadiyyatla məşğul. Amma statistikanın dediyinə görə o müşahidə yolu ilə həmin kölgə iqtisadiyyatla məşğul olanları da bura cəlb edirlər. Amma biz bu statistik rəqəmlərə baxanda, təbii ki, Azərbaycanın biz əgər baxsaq, avtomobil fonduna baxsaq ki, bizdə Azərbaycanda 2013-cü ilin əvvəlinə 1.232.000 avtomobil var və onların da 80%-dən yuxarısı 1.048.000-i minik avtomobilləridir və onların təmiri ilə bağlı bu cür az avtoservisin olması inandırıcı görünmür. Həm də burada bir məsələ var ki, bir fakt da deyim ki, bu avtomobillərin təxminən yarısı, 48-49%-i Sovet və MDB istehsalı olan avtomobillər. Düzdür, onlar paylanmasına görə fərqlidir. Bakı şəhərində daha çox xarici avtomobillərdir, amma rayonlarda, regionlarda daha çox Sovet avtomobilləridir. Və bizim bu tədqiqat çərçivəsində bir sorğumuz da oldu və o sorğu müddətində də biz gördük ki, o avtoservislərin bəziləri hətta özləri ilə bağlı qanunvericilikdən xəbərsizdilər
necə qeydiyyata alınıb fəaliyyət göstərməklə bağlı, hansı qanunverici aktları ki, onların fəaliyyətini tənzimləyir, onlarla xəbərsizdilər. Yəni, kənardan baxanda siz dediyiniz kimi, proses çox sadədir. Bir dənə boks qoyursan və yaxud bir dənə balaca bir, belə deyək, bir otaq nəsə tikirsən və onunla başlayırsan maşınları təmir eləməklə. Amma əslində proses həddən artıq uzundur, həddən artıq əgər söhbət bunu qanunvericilik yolu ilə keçirilən proses nəzərdə tutulursa, bu bir uzun prosesdir. Burada Nəqliyyat Nazirliyindən xüsusi icazənin rəyinin alınması nəzərdə tutulur. Hansı qanunvericilik aktları var bu sahədə? Bu sahədə, Sabit müəllim, ən əsası odur ki, bu avtoservislərdə biz olanda gördük ki, onlar, mən bir şey deyim ki, biz ancaq bizim tədqiqat əhatə edib kiçik avtoservisləri, yəni bizim layihə kiçik sahibkarlığa dəstək layihəsi olduğuna görə, yəni daha doğrusu sizin həyata keçirdiniz, biz burada partnyor təşkilatıq, biz daha çox onları əhatə eləmişik və bu əsas qanunvericilik aktları mən deyərdim ki, burada bir yol hərəkəti haqqında qanundur, avtomobil nəqliyyatı haqqında qanundur, sonra avtoservislərin fəaliyyəti ilə bağlı standartlar var, 3 əsas standartlar var, biri ümumi təhlükəsizlik ilə bağlıdır, biri texniki xidmətin keyfiyyəti ilə bağlıdır ki, bu iki standart standartlaşdırma Meteorologiya və Patent Agentliyi tərəfindən 2013-cü ildə qəbul olunub və eyni zamanda bir standart da var ki, Əsas Nəqliyyat Nazirliyi fəaliyyətində onu əsas götürür. Bu standartda demək, həm standartlaşdırma komitəsi, həm agentliyi, həm Nəqliyyat Nazirliyi, həm də Texniki Universitetin Avtomobil Nəqliyyat Kafedrası ilə bir yerdə hazırlanmış bir sənəddir. Amma çox təəssüf ki, avtoservislərdə bu standartlar haqqında məlumat yoxdur. O standartların tələbləri haqqında məlumat yoxdur. İndi biz yəqin ki, bu söhbətimizin gedişində daha dərindən toxunacaq bu məsələlərə, ayrıca yəqin ki, standartlara toxunacaq, ona görə mən hələ demək istəmirəm. Amma yəni qanunvericinin tələbi də biri odur ki, o standartlar oradan asılmalıdır. O standartlar orada olmalıdır. Çox təəssüf ki... Yəni sizin tapıntılarınızdan biri bu tədqiqat nəticəsində odur ki, qanunvericilik aktları barədə bir çox kiçik avtoservislər məlumatsızdırlar. Yəni burada problemlər çoxdur. Problemlər lap o... Onlar məlumatsızdırlarsa, onda demək biz avtomobil necə deyim, sahibləri ora müraciət edən həmin servislərə biz də məlumatsızlıq. Məlumatsızıq. Doğru, qanunvericidə nəzərdə tutulur ki, əgər... Biz məlumatlı olsaq yaxşımı olar bizim... Bəli, qanunvericidə nəzərdə tutulur ki, biz avtomobili ora aparıb, avtoservis aparıb, təmirə verəndə biz o standartlarla tanış olmalıyıq. Hansı xidmətlər ki, sertifikatlaşdırılıb avtoservislər tərəfindən göstərilir? Ümumiyyətlə, avtoservislərin göstərdiyi xidmətlərin hamısının siyahısı açılmalıdır avtoservislərdə. Orada onların qiyməti göstərilməlidir, ödəniş formaları göstərilməlidir. Hansı xidmətlər sertifikatlaşdırılıb, onlar göstərilməlidir. Yəni bu qanun tələb eləyir. Bəli, qanunvericinin tələbidir. Bəs niyə asılmır? Sadə bir tələb tutaq ki, sadə bir tələb deyək ki, heç olmasa avtoservisin girişində bir lövhə asılmalıdır, yazılmalıdır ki, bu avtoservis saat neçədən neçəyə kimi xidmət göstərir. Ən azı bu tələb olmalıdır, bu standartların tələbidir. İndi siz deyirsiniz ki, bunlar niyə tələb olunmur? Amma avtomobil sahiblərinin əksəriyyəti bilir ki, avtoservislər sanki gecə-gündüz işləyir. Elə bir lövhəyə ehtiyac varmı? Bəli, indi siz bu əsas elə problemli məsələnin mahiyyətini açan sualdır ki, niyə yoxdur? Məsələn, bəlkə Şahin müəllimdən soracaq. Niyə yoxdur Şahin müəllim? Nəyə görə yoxdur? Əslində, belə fikirləşirəm ki, mən neçə illərdir ki, ustalarla işləyirəm və onlara mütəmadi olaraq istərsə seminarlar olsun, istərsə görüşlər olsun, onların problemləri ilə bağlı görüşlərimiz olsun. Mən bir şey görürəm ki, məsəl üçün, ümumiyyətlə qanunvericilik, istənilən bir qanunverici, istənilən bir tənzimlənmə ilkin etapda vətəndaş və yaxud da əgər bu bir işlə məşğul olacaqsa, sahibkarın bu işi başa düşməsi üçündür. Yəni, dövlət təbii ki, tənzimləmə eləməkdən ötürü bir qanunvericilik çıxardır və türklər deməli, sən buna uymalısan bir yerdə ki, bunu öyrənməlisən. Bəs öyrənmək məsələsi çıxır ortalığa. Sən bunu öyrənməlisən və ondan sonra bunu icra eləməlisən. Birinci növbədə öyrənmək. Ustalar, ümumiyyətlə, sahibkarları qoyuram qurağı, adətən Qalib müəllim də dediyi kimi, Azərbaycanda xidmət göstərənlərin əksəriyyəti
böyük əksəriyyəti tək-tək olan bokslardır və yaxud bir neçə boksdur, gedib icarəyə götürür və orada işləməyə başlayır. Biz bu insanların ilkin etapda təhsilinə baxmalıyıq. Təhsilə baxanda görürük ki, bu adamların təhsili sıfır səviyyəsindədir. Orta məktəbi çox çətinliklə bitirmiş bir insan, orta məktəbdə sadəcə məktəb bitirsin deyə attestat alan bir insan, ondan sonra gəlir və həyatda özünə bir yer tapa bilmir, çünki universitet bitirməyib, səviyyəli bir şey gəlir hansısa ustanın yanında şagird işləyir. Şagird işləyir və ardından da gedir belə. Və ustanın yanında şagird işlədiyi dövrdə usta buna heç bir qanunvericiliyi haqqında, heç bir standartlar haqqında məlumat vermir. Və məlumat vermədiyi halda bu da adam da gedir və əgər siz bu adamdan gedib deyirsiniz ki, qardaş, bura sən niyə bu tablonu qoymamısan? Və yaxud da ki, filan protokolu nəyə görə yerinə etməmsən? Nəyə görə təhlükəsiz tədbirlər yerinə etməyib? O adam belə aciz qalır, deyir sənin başına dönüm, icazə ver obyekti bağlayım, çıxım gedir, mən bir işləməyəcəm. Şahin müəllim, mən eşitdiyimə görə xaricdə elə Rusiyanı götürsək, bu avtoservislərdə ustalıqla məşğul olan ustaların böyük əksəriyyəti ali savadlıdır. Bəli. Demək, bizdə fərqli olaraq yalnız məktəblə o təhsil kifayətlənir və sonra gəlir görürsən ki, həmin axı burada müasir avtomobil bu çox mürəkkəb bir sistemdir, texniki sistemdir. Burada yəqin texniki savad tələb olunur. Axı bizdə vaxtilə Qalib müəllim Texniki Universitetdə avtomobil fakültəsi var idi. İndi də yəqin ki var. Orada yəqin mütəxəssislər hazırlayır. Siz həmin fakültəni. Yəni oranı bitirənlər gəlib usta işləməz, yoxsa nədir? Bilirsiniz nə cürdür? Orada Azərbaycanda Qalib müəllim bayaq qeyd elədi ki, deməli oradakı servislərin sayı minlərlədir. Boksların sayı minlərlədir. Və əgər biz nəzərə alsaq ki, nəqliyyat fakültəsi tutaq ki, hər il 4 dənə, 5 dənə qrup olsun bunun və illik bunun belə deyək buraxdığı təhsil verdiyi insanlar olsun 125-150. Bizə əgər düşünsək ki, bunun da tutaq ki, axı nəqliyyat fakültəsi sadəcə gedib servislərdə usta olacam deyə bir şey vermir adama. O böyük bir spektrdir. Dövlət yol polisindən tutmuş, müxtəlif nəqliyyat nazirlərində də müxtəlif vəzifələrə gedib yiyələnmək olur və onsuz da 2-ci, 3-cü kursdan sonra bu ixtisaslaşdırmaya bölünəndə orada deyilir ki, məsəl üçün hansı sahələrə sən gedib işləyə bilərsən. Və əgər belə götürsək, nəzərə alsaq ki, bunun da sadəcə 20% geri dönüb servislərdə işləmək istəyirsə, bu çox o qədər kiçik bir rəqəmdir ki, 10 illər, 20 il, 30 ilə yenə də hər şey dayansa, maşınların sayı artmasa, əhali artmasa, yenə də bunun təmin etmək mümkün olmayacaq. Bundan da əlavə digər bir şeylər var ki, müasir, bayaq qeyd etdiyimiz kimi, müasir avtomobillər nədə mürəkkəbləşdiyi formaca, onlar eyni zamanda da investisiya tələb edirlər ki, onlara baxsınlar. Məsəl üçün, müasir, bugün mən həkiməm, məsəl üçün. Mən çox gözəl bir həkiməm. Tibb universitetində qurtarmışam, ixtisas həkiməm. İstəyirəm ki, deyək ki, məsəl üçün, mən istəyirəm ki, müasir bir tibbi bir müayinə yeri açam. Mənim üçün müasirlik əldə etməkdən ötürü nə qədər maliyyə vəsait lazımdır ki? Aparatlar, cihazlardır, bunları almaq. UZI aparatıdır, rengen aparatıdır. Rengen aparatı, cərrahiyyə aparatlarıdır, bir sürü standartlar var. Ona görə də mən maliyyə vəsaiti qoymalıyam. Mənim mükəmməl həkim olmağım hələ mənim gözəl xidmət göstərəcəyim anlamına gəlmir. Bunu ortalığa çıxardan bir sahibkar olmalıdır və o investisiya qoymalıdır. Təxminən, belə deyək də, orta hesabla bu investisiyaların həcmi bir 100 kvadrat metrlik servis, deyək ki, kimsə açmaq istəyir, investor, nə qədər vəsait tələb oluna bilər? Haradasa icarəyə hazır bir yeri, boksu götürür, bir 100 kvadrat metrlik. Nə qədər investisiya ki, o lazım olan avadanlıqla təchiz edilsin? Məsəl üçün, belə deyək, o baxacaq ki, baxmaq lazımdır ki, o adam hansı avtomobillərə xidmət göstərmək istəyir. Çünki avtomobillərə xidmət fikri, məsəl üçün, qonşu İran götürək və yaxud da ki, qonşu Türkiyə götürək və yaxud da Rusiyanı götürə bilərik. Rusiyada və yaxud da ki, Türkiyədə və yaxud da ki, İranda avtomobillərə xidmət dedikdə 70%
özlərinin istehsal etdiyi avtomobillərdən söhbət gedir və özlərinin istehsal etdiyi avtomobillər olanda orada artıq onun bütün avadanlıqları olur və illərdir istehsal etdiklərinə görə bunu çox sadə şəkildə, ucuz şəkildə əldə edirlər. Amma məsəl üçün biz desək ki, Azərbaycanda məsələn tutaq ki, mən desəm ki, mən bundan sonra BMW-yə xitab edəcəm və BMW-yə baxacam. O zaman bir dəfə də sual olur ki, neçənci ilə qədər BMW-yə baxacaqsan sən? Yəni dəyişir də belə Əlbəttə çox. ki, hər 7 ildən bir yeni nəsil gəlir. Elə bir ki, götürsək ki, Bu BMW-yə tək aiddir, yoxsa bütün maşınlara 7 il? Yox, məsəl üçün, əgər hər bir şirkətin özünün siyasəti var. Almanlar ümumiyyətlə belə işləyir. 3 il, 4 il elmi araşdırma və laboratoriya, 7 il nəticələrə görə istehsal, 7 il avtomobil istehsal olunur. Həmin marka. O laboratoriyada kəşf etdikləri şey 7 il istehsala gedir, 7 ildən sonra 10 il istehlaka gedir. Və ümumi götürəndə 20 il ərzində yaşanıla biləcək problemlər öyrənilir və yenə laboratoriyaya hər il məlumat verilir. 20 il ərzində gözləmirlər. Hər il geri məlumatlar gedir və laboratoriya yenə öz 3 ilin və istehsal da öz 7 ilini icra edir və belə götürəndə 20 ildə 3 nəsil çıxır. Bir-birinə koordinasiyalı şəkildə çıxır. Əgər biz desək ki, son nəsil avtomobillərə baxacağıq, onda bu dəhşət dərəcədə bahalı bir şeydir. Çünki siz özünüzü Almaniya ilə tay aparmağa çalışırsınız. Və o zaman Almaniya qədər də investisiya qoymalısınız öz servisinizə. Yəni bu yəqin ki 10 minlərlə, bəlkə də 100 minlərlə ölçülən bir vəsait. Kvadratlıq bir yerdə əgər elektronikadan tutmuş hər şeyə qədər yüksək səviyyədə baxmaq istəyirsizsə, minimum 100 min. 100 min. Həm də xidmətlərin çeşidinə baxırıq, Sabit müəllim. Əgər bütün xidmətlər göstəriləcəksə, onda təbii ki, xərclər də artır. Çünki orada avadanlıq xərcləri də artır. Əgər xidmətlərin bir hissəsi, tutaq ki, yağlama göstəriləcəksə, tutaq diaqnostika göstəriləcəksə, ayrı-ayrı xidmətlər, yəni onların çeşidindən asılı olaraq təbii ki, burada qiymət də yüksəlir. Mən bir şeyi demək istəyirdim, Şahin müəllim çox gözəl dedi ki, dedi o gəlib avtoservisdən soruşanda ki, bu niyə yoxdur, bu niyə yoxdur, deyir ki, qoy mən bağlayayım gedim. Biz bu ekspertlərlə söhbət eləyəndə ki, bu standartlar niyə tətbiq olunmur? Dedilər ki, biz o standartları tətbiq eləsək, sosial gərginlik yaranar. O avtoservislərin hamısı bağlanar. Çox maraqlıdır. Niyə? Avtoservislərin hamısı bağlanar. Çünki onların ona imkanı yoxdur. O tələblərə əməl eləməyə, təhlükəsizliklə bağlı, texniki təminatla bağlı tələblərə əməl eləməyə avtoservislərin imkanı yoxdur. Həm maliyyə imkanı yoxdur ilk növbədə. Ki, onları həmin tələblərə uyğun, texnoloji prosesi həmin tələblərə uyğun hazırlasınlar. Ona görə də hal-hazırda biz danışdığımız standartlar tətbiq olunur yeni açılan avtoservislərə. Özdə yəqin böyük yəni böyük avtoservislərə, amma köhnə avtoservislərə bu standartlar tələb olunmur. Çünki yenə dediyim kimi bu müəyyən bir narazılıq yarada bilər, gərginlik yarada bilər. Bax, belə bir situasiyanı götürək. Mən heç vaxt deyək ki, avtomobilim olmayıb, avtomobil almaq fikrindəyəm, alıram avtomobili, hansısa xarici marka olan avtomobili alıram. Mən bir, necə deyim, sürücü olaraq, avtomobil sahibi olaraq öncədən başa düşməliyəm ki, başa düşürəm ki, vaxtaşırı bunun nəsə bu avtomobillə problem çıxır və getməliyəm servisə. Bax, mən öncə hansısa ustalarla münasibət qurmalıyam, hansısa avtoservislərimi tanımalıyam. Yəni, mən qabaqcadan düşünən adamam, deyək ki. Və mənim hərəkətlərim nədən ibarət olmalıdır ki, gələcəkdə problem çıxanda mən onu daha tez və keyfiyyətli həll edə bilim usta vasitəsilə. Nə etməliyəm? Necə seçməliyəm? Avtoservisimi, yoxsa nə isə? Başa düşdüm mən sizə. Deməli, burada yenə də söhbət gedir təhsildən və intellektin olmağından. Deməli, Azərbaycanda bu ciddi problemlərdən biridir. Maşın bazarını saytından qabaq mən avtostam.az saytını qurmuşdum 6-7 il bundan qabaq. Bunun məqsədi nə idi? Sizin dediyiniz məsələ ilə bağlı hamı avtomobilləşmə mükəmməlləşdikcə hamının bir sualı var idi. Qardaş, yaxşı, mən bu avtomobil almışam, mən bunu sürməliyəm, düzdür? Və mən necə edeyim ki, mən aldanmayayım, maksimum dərəcə özümü qoruyum, maksimum dərəcədə daha az xərcə gedim və mən də onda kütləvi suallara cavab verməkdən ötürü Avtostam saytını qurdum və onlayn cəmaət mənə suallar verirdi ki, mən nə etməliyəm? Ustadan qabaq birinci növbədə məsləhət. Yenə də bura
yenə də Bax, belə məsləhətxanalar varmı? Yoxdur. Olmalıdırmı? Xaricdə necədir? Məsəl üçün, xaricdə belədir. Xaricdə daha doğrusu məsləhətxana da deməyək buna. Məsəl üçün, birinci növbədə sizə avtomobil satılanda, avtomobilin üzərində, məsəl üçün, son model yenə də BMW ilə misal gətirəcəm, 250 səhifəlik avtomobilinlə tanış ol. Belə bir kitab var. Sizə minimum... Yəni, satılanda maşın artıq onu sənə verilmir. Minimum üstündə olmalıdır. Bu bir standartdır. Bu tanış olmaz. Azərbaycanda kitab oxuma mədəniyyəti getdikcə azalır və mən elə buna görə də o saytı... İndi getdikcə çoxalır, mən elə gəlir. İndi getdikcə çoxalır. Yavaş. Mən elə gəlir ki, indi daha çox media məlumatları biz daha çox səsli və görüntülü şəkildə almağı sevirik. Yəni, oxumaq yox, siz mənə məsəl üçün, tutaq ki, Tolstoyun hansısa bir əsərini oxumayım mən, siz onu ya kino şəklində, ya da mənə bir səsli şəkildə deyin, mən onu böyük məmnuniyyətlə qulaq asaram. Elə bu səbəbdən mən o məsləhətləri keçirtdim video şəklə və dedim ki, artıq videosu. Çünki cəmaət mənə... Sizin belə video rolikləriniz var? Maşın bazarında məsləhət bölümü var, orada hamısı videolar gedir. Nə yaxşı. Əgər suallar 50-nin və 100-ün üzərində təkrarlanırsa, halbuki bu haqda məqalə yazılıb, heç kəs bunu oxumaq istəmir. Amma video qoyanda baxırsan ki, o 100 nəfər keçdi bu tərəfdə videoya baxır. Nə yaxşı. 2-3 dəqiqə vaxtları getdi. Burada yalnız siz, bizim məsələn bugün Azərbaycanda yalnız siz özünüz, öz imkanlarınız daxilində öz avtomobilinizi və özünüzü qorumağa məcbursunuz. Buna, məsələn, intellekt haqqında belə bir misal gətirim. Siz usta olmaq istəyən bir adam rayondan mənə müraciət edib ki, mənə skanerlər və avtomobilin diaqnostikası haqqında mənə məlumat ver, mən gəlim, öyrənim bunu. Mən deyirəm, qardaş, bu Azərbaycanca yoxdur. Ən azından İngiliscə bilirsən? Dedi, yox. Almanca bilirsən? Yox. Rusca bilirsənmi? Dedi, valla, onu da düzəməllə bilmirəm. Dedim, bəs başa dönüm sənə. Mən sənə proqram təminatın Azərbaycanca nə cür gətirə bilərəm? Mümkündür, yoxdur. Belə bir standart yoxdur dünyada. Ən zəifi ruscadır, İngiliscə yaxşı olardı, Almanca lap yaxşıdır. Çünki sən Alman maşınlarına baxsan. Dedi, bunun mənə cavabı belə oldu. Qaqa, gözüm yiyir mənim aparatı. Yəni, mən də artıq buna bir söz deyə bilmədim. Yəni, bu gözüm yiyir məntiqinə yanaşır usta buna. Yəni, baxın, İndi ikinci tərəfdən siz istehlakçısınız. Siz bahalı bir avtomobil almışsınız. Bugün öz avtomobilinin, sürdüyünüz avtomobilin nəyə qadir olduğunu bilsiniz, özünüz şok olarsınız ki, mən nələr sürürəmmiş, xəbərim yoxmuş. Və bu bir təhlükəsizlik tədbiri tələb edən bir şeydir. Çünki avtomobildir, avtomat korobkadır. Xoddandı, sürəti özü keçirtdi və getdi sizi bir yerə vurdu. Əgər səhv texniki baxış olubsa. Təhlükəsizlik kim məruz qalır? Siz. Usta heç bir məsuliyyət daşımır. Çünki xarab olsa da sizlikdir, nə olsa da sizlikdir və hətta avariya olsa belə, yenə də bu sizlikdir. Ona görə də siz, yalnız avtomobilin sahibi, mənə çox vaxt deyirlər ki, bəs bu nə deməkdir? Mən indi maşını almışam, durub önce ustalıq da eləyəcəm. Mən də onlara belə cavab verirəm. Siz ustalıq eləməyəcəksiniz. Amma bir həkimin yanına gedəndə soruşursunuz ki, qardaş, sənin elmi dərəcən nədir? Məsəl üçün, heç belə bir şey görmürsünüz ki, bir adam gedir həkimə, böyrəyin operasiya elətdirəcək, gedir kusadan bir adam tutur, deyir, mən bunu uzanacam, mən böyrəyimə operasiya eləm. Heç kəs bunu eləməz Azərbaycanda. Heç kəs tanımadıq həkimə elətdirmir. Qətiyyən. Mütləq öyrənir. Mütləq öyrənir. Amma Azərbaycanda baxın, görün nə qarıq. 4 nəfərlik, 5 nəfərlik sərnişin olan bir avtomobili gedirik, tanımadığımız bir adama veririk. Bu tanımadığımız adam ona nə qədər zədə verəcək bilmirik. Və biz ora ailəmizi mindiririk, yenə əməliyyata tək girirdik, yəni məsuliyyət özümüz idi. Ailəmizi mindiririk və bununla gedib qəza törədə bilərik. Görün, nə qədər təhlükəli bir tərəfə gedirik, amma bunda deyirik ki, mən nəyə görə bunu fikirləşməliyəm? Bəs həkimə gedəndə həkim olmurdun, amma gör, nə gözəl onu araşdırırsan ki, yaxşı həkimə gedim, canımdır. Bəs bu bir tərəfdə canın deyil bu sənin, hələ üstəlik digər sərnişinlərin canı da sizdadır. Ona görə ilk növbədə sualınıza belə uzun biraz getdi cavabı. Belə deyim ki, bugün üçün yalnız özünüz araşdırmaqla və ən yaxşı ehtimalı özünüz seçməklə öz maşınınıza qulluq edə bilərsiniz. Çünki bu sizin maşınınızdır. Mən Şamil bəyin sözünə qüvvət kimi demək istəyirəm ki, əslində o standartlar da odur da, o necə ki, hal-hazırda bizim o xarici markaların servislərində, rəsmi servislərində ki, hər bir maşına xəstəlik tarixçəsi açılır və orada yazılır ki, bu maşın nə vaxt texniki baxışdan keçirilib, nə vaxt hansı detalı dəyişdirilib, bütün əməliyyatlar ki, hansı aparılıb bu maşın üzərində o yazılır. Amma bizim standartlar, bizim o kiçik avtoservislərdə bu yoxdur. Amma bizim standartlar deyir ki, o kiçik avtoservislər ya elektron qaydada, ya da yazılı şəkildə
həmin tarixçəni, avtomobillərə texniki təmirlə bağlı göstərilən tarixçəni aparmalıdırlar. Çox təəssüf ki, aparılmır. Bir də çox ən vacib məsələ odur Şahin bəyin deyimində də. Yəni bu yəqin ki, kiçik servislərdə aparılmır da. Bəli, böyüklərdə aparılır. Bəli, rəsmi dilərdə aparılır, amma kiçiklərin heç birində aparılmır. Bir də söhbət təminatlı texniki xidmətdən gedir. Bütün o avtoservislərlə bağlı, yəni o texniki təmir stansiyaları və sahələri ilə bağlı bütün qanunvericiliklərin adları məhz belədir. Avtomobillərə təminatlı texniki xidmət göstərən stansiyalar və yaxud sahələr. İndi məsələ burasındadır ki, o təminatlı texniki xidmətdə qanunvericilikdə göstərilir ki, xidmət göstərildikdən sonra o maşın yoxlanılmalıdır və yoxlanıldıqdan sonra ki, burada təmirdən sonra heç bir fəsad yoxdur, heç bir problem çıxmayacaq, ondan sonra təhvil verilməlidir avtomobilin sahibinə. Və ümumiyyətlə, bu proses əvvəldən belə olmalıdır ki, əgər avtomobil sahibi, biz əgər gedirik avtoservisə ki, maşınımızı təmir edin, mütləq bizlə müqavilə bağlanılmalıdır. Mütləq bizlə təhvil təslim aktı bağlanılmalıdır ki, mən avtomobilimi verdim filan avtoservisə, həmin avtoservis onu götürdü, onun qorunmasına, təmir müddətdən saxlanılmasına cavabdehdir və müqavilə bağlandı. Müqavilədə göstərilir ki, bu avtomobilin hansı nasazlığı var, texniki nasazlığı var, hansı detalı dəyişəcək və əgər o detal nömrəli detaldırsa, avtomobilin o nömrəli hissəsidirsə, mütləq qayıdan icazə lazımdır. Yəni, bütün bunlar hamısı müqavilə ilə rəsmiləşdirilməlidir və sonunda avtomobil təhvil veriləndə mütləq ciddi hesabat blankları ilə ödəniş də rəsmiləşdirilməlidir. Qalib müəllim, bir sualım da var sizə. Sizin araşdırmada mən tanış olduğum hesabatla əsas problemlərdən biri də kadr problemi. Yəni, lazım olan səviyyədə olan ustaların tapılması bir problemdir, yetişdirilir, deyək ki, hansısa avtoservisdə. Sonra biraz, necə deyim, əyaq tutan kimi özü başlayır, çıxıb gedir, özünə yeni bir avtoservis açır usta. Bu problem var da, belə bir problem. Bəli, bizim ən əsas problemimiz elə Şahin bəy də əvvəldən çıxışında ona toxundu ki, məhz o səviyyəli usta problemidir ki, Azərbaycanda var, amma çox azdır. Nəzərə alsaq ki, avtoservislərin sayı çoxdur, onunla müqayisə eləyəndə, nisbətdə götürəndə ustaların sayı azdır. O ustalar tanınırmı? Tanınırmı o ustalar? Bəli, o ustalar tanınır. Yəni, o elə ustalar haqqında haradasa bir məlumat varmı ki, misal üçün, mən tanımıram, amma mən bilmək istəyərəm ki, misal üçün, Nissan avtomobilinin filan, deyək ki, detalı üzrə, nə biləm, mexanizmi üzrə, usta filan kəsdir. Varmı elə bir məlumat haradasa? Nissan avtomobilinin ən yaxşı ustası elə Nissan servisdədir. Bəli. Və Nissan servis də Azərbaycanda bu işin... Amma çox bahalıdır axı. Bəli, o işin o tərəfi də var. Nissan servisdə bu avtomobil təmirlə bağlı işin öncüllərindən biridir. Yəni, onun elə siz dediniz, ona görə deyim ki, əsasını qoyanlardan biridir. Belə deyək, hətta sizin yazıdasınız ki, bizim müzakirələrdə bir nəfər onu hətta o avtotəmirlə bağlı bir akademiya adlandırdı Nissanı. Və digər markalarında... Akademiya o mənada ki, orada ustalar yetişdirilir və yayılır sonra. Siz deyən kimi. Yəni, ustanı işdə saxlamağın bu iqtisadi ədəbiyyatlarda onun göstərir ki, hansı yolları var, ustanı necə... Daha çox bu HR-ın işidir ki, o daha çox bu işlərlə məşğul olmalıdır. Ustanı daha çox necə həvəsləndirib işdə saxlamaq olar. Həmin avtoservislərdə, böyük avtoservislərdə, bəli, ustalar mütəmadi təlimlər keçirilir, təkmilləşdirmə kursları keçirilir. Amma onları orada saxlamaq çox çətindir. Onlar gedirlər, sabah öz bizneslərini açırlar, siz deyən kimi bokslarını açırlar və fəaliyyətə başlayırlar. Bir sual da, Qalib müəllim, bax, siz qeyd etdiniz ki, avtoservislərin böyük qismi, əksəriyyəti kiçik qurumlardır da. Və bunlar da qanunvericiliyin, standartların tələblərinə, bir çox tələblərinə riayət eləyə bilmirlər. Bilmirlər, bəli. Yəni, istəmirlər, düzgün olmazdı, amma bilmirlər çünki bu əlavə vəsait tələb eləyir və s. və s. Belə olan şəraitdə axı onlar sanki o korrupsiya riski mənbəyi olur da bu həmin avtoservis. Yəni istənilən məmur gəlib deyə bilər, bax burada bu nöqsan var. Neyniyək bunu? Bu məsələni gəl görək nə tərə həll eləyə bilərik. Bu da indi aydın məsələdir. Bəlkə bu kiçik servislərə dair qanunvericiliyin o sərt tələblərini yumşaltmaq məqsədə uyğun
görünə bilərmi, yoxsa yox? Bu iş, bilirsiniz, Sabit müəllim, bu sahədə işi yoluna qoymaq üçün mənə elə gəlir ki, bunun əlifbasından başlamaq lazımdır. Mən də hesab edirəm ki, bunun əlifbası ibarətdir həmin avtoservislər üçün işçilərin yetişdirilməsindən. Biz də Sovet dönəmindən avtoservislər üçün ustaları yetişdirib texniki peşə məktəbləri. İndi Azərbaycanda 108 belə təhsil müəssisəsi var, texniki təhsil verən, peşə təhsili verən müəssisə var. Onların neçəsində avtomobil? 59-unda əsasən texniki peşə məktəblərində bu verir. 59-unda bu həyata keçirilir. Amma gəlin baxaq görə necə həyata keçirilir. Ancaq köhnə Sovet avtomobillərinin üzərində bunlar həyata keçirilir və onu həyata keçirən o müəllim ustalar, yəni öyrədən müəllim ustalar hamısı elə o Sovet vaxtındakı biliklərinin üzərinə heç nə qoymayıblar demək olar ki, və onlar çox kiçik bir maaşla orada işləyirlər. Müəllimlər. Yəni onlardan onu tələb edir, bəli, müəllimlər. Avadanlıq da yəqin xüsusi olur. Xüsusi avadanlıq da yoxdur, bəli. Yəni orada nə öyrənə bilər? Orada öyrənməyin perspektivi yoxdur. Ona görə bizdə sorğuda demək olar ki, 100% demişdi ki, mən elə usta yanında şagird dayanmaqla bunu öyrənmişəm. Məsələyə oradan yanaşmaq lazımdır. Yəni, bunun da çıxış yolları, indi Şahin bəy beynəlxalq təcrübəni daha yaxşı bilər, daha yaxşı deyə bilər. Bunun da bizim araşdırdığımıza görə, bunun yolları odur ki, həmin o servislərdəki ustaları bura müəllim kimi cəlb eləmək. Ədəbiyyatlar birinci növbədə dəyişməlidir ki, o köhnə ədəbiyyatlar ki, biz hansı ki, indi istifadə edirik, köhnə Sovet maşınlarının üzərində qurulmuş ədəbiyyatlar, o ədəbiyyatlar dəyişməlidir. Bir əlaqə qurulmalıdır, avtoservislərlə texniki peşə məktəbləri arasında bir işgüzar əlaqə qurulmalıdır. Texniki peşə məktəblərinə sifarişlər verməlidir həmin avtoservislər. Yəni, əslində biz bazar qanunlarından danışırıqsa, bu belə olmalıdır. Yox, əgər inzibati tənzimləmə yolu ilə danışırıqsa, onda yuxarıdan gəlməlidir. Nəsə ki, bu texniki peşə məktəblərinin bazası ilk növbədə dəyişməlidir, möhkəmləndirilməlidir, yenilənməlidir və müəllimlərin səviyyəsi artmalıdır. Vaxtımız sona çatmaq üzrədir. Mən istəyərdim ki, tövsiyələrə keçək. Şahin müəllim, avtomobil sahiblərinə tövsiyələriniz nədən ibarət ola bilər? Buyurun. Sahiblərinə? Sahiblər. Avtomobil sahiblərinə tövsiyələrimiz, biz onsuz da bunu sayt üzərindən də edirik. Amma belə desəm mən, sadəcə bir şey unutmasınlar ki, avtomobil dediyimiz kimi sahiblərinə, avtomobilin sahibi onlardır. Bugün üçün ilkin mərhələdə, çünki avtomobildə belə bir şey var ki, deməli, hətta bunun dərsliyində belə başlayır ki, deyir ki, ilk öncə nə olursa olsun, usta üçün məsləhət görülür ki, avtomobil sahibi ilə detallı danış. Çünki deyir, maşının başından nə gətirirsə, 90% avtomobil sahibi gətirir. Belə bir praktikada belə bir şey var. Çünki deyir, ola bilər ki, o elə bir şey eləyib ki, ümumiyyətlə mühəndisliyin bundan xəbəri yoxdur. Tamamilə ayrı bir işdə. Məsələn, belə deyək ki, biz ağzımızdan içirik suyumuzu və hamı bilir ki, su ağza verilmək üçün bir mayedir. Əgər bunu dayanmadan gözə tökürüksə və bir həkimə müraciət edir ki, qardaş, mənim gözüm ağrıyır, onda o nə bilsin ki, yazıq sən suyu gözə tökürsən dayanmadan. Ona görə onu bildirməlisən sən, mən belə bir şey eləmişəm. Ona görə də mən məsləhət görürəm ki, ilkin etapda mümkün qədər özləri araşdırsınlar, öz avtomobilləri haqqında oxusunlar, məlumatlansınlar istifadə qaydalarına. Ondan sonra ən uyğun şəkildə özlərinə bir xidmət mərkəzi seçsinlər, istər dinlər, istər digər peşəkar ustalar və beləncə öz təhlükəsizliklərini, həm də avtomobillərini qorusunlar. Başqa bugün üçün məsləhət verə bilmirəm. Şahin bəy toxundu o məsləhət məsələsinə. Bizdə kimə desən ki, maşın apardım məsləhət üçün, heç bir yeri xarab deyil, amma maşın apardım ki, bu usta baxsın, bir məsləhət versin və ona görə pul ödədim, adama gülərlər. Yəni ki, necə yəni, sənin avtomobilin heç bir nasazlığı yox, texniki nasazlığı yoxsa, sən necə apardın onu ustaya və ona görə pul da ödədin. Ümumiyyətlə, bizdə yanaşma, bütün sahələrdə yanaşma belə, təkcə maşında deyil. Əgər biz hansısa bir detalımız, tutaq maqnitofon xarab olubsa, onu aparıb usta xaricdə belədir ki, onu açır, dərdin deyirsə, buna görə pul ödəyir, pul ödəməlisən. Amma bizdə ki, ona görə, əgər düzəltsə pul ödəməlisən, düzəltməsə sən ona pul ödəmək bizdə biraz mentalitetdən bəlkə gələn bir şeydir ki, biraz qəribə qarşılanılır. Şahin müəllim, siz çox yaxşı misallar gətirdiniz bu həkimlərlə əlaqədar və s. Ümumiyyətlə, hər markaya dair, indi biz, misal üçün, həkimlər məsləhət bilirlər ki, hə, 40 yaşı keçdinmi, gedib filan
orqanları yoxlamalısan. Bax, bizdə hər avtomobilə dair belə bir məsləhət, nə bilim, kitabçalarımı, tövsiyələr varmı ki, bax, sənin maşının deyək ki, VAZ 06-dır. Sən gərək 2 il keçdimi, gedib filan şeyi yoxlayasan, filan şeyi. Ya sənin maşının Mercedesdir, sən gərək 3 ildən sonra bax, bunları yoxlayasan. Belə tövsiyələr varmı? Əlbəttə ki, elə şey mütləq qaydada var və ona deyirlər ki, servis A, servis B, servis C səviyyəsinə görə servislər bölünür. Servis A-nı, B-ni və C-ni Azərbaycanda üçünü də siz əzbər bilməlisiniz. Niyə? Çünki ola bilər ki, avtomobil sahibi olaraq mən bilməliyəm. Bəli, bəli. Bunu çətindir. O qədər də asan deyil tapmaq servis A, servis B, servis C nələrdir. Hardan öyrənə bilərəm? Əslində bu sabahdan mən maraqlanacağam. Sabahdan siz maraqlanmağa tərəf keçsiniz əgər, siz birinci növbədə o avtomobilə baxan ustaya müraciət edə bilərsiniz. Əgər onun əlində bir hər hansı bir... Amma siz deyirsiniz, bax, avtomobilə baxan. Aparıram, deyək ki, mən adını çəkməyəcəm, böyük servisdir. Belədirmi? Mən heç tanımıram, hansı girişdə avtomobil təhvil verirəm, bilmirəm, hansı usta baxdı, neynədir və s. Bu elə səhv bir məqamdır. Ümumiyyətlə, Azərbaycanda hər şeyi götürəndə, mən Azərbaycanı çox, necə deyim, belə yaxşı bir yer kimi sayıram. Azərbaycanın problemi Azərbaycanlıdır. Yəni, vətəndaş özüdür. Məsəl üçün, nəyə görə bu sizə məlumat verilmir? Bu sizə məlumat verilməlidir. Axı, siz bunun sahibisiniz. Bəyəxud da ki, bayaq dediyimiz kimi təhsil almayıb bu adam. Bax, yenə də deyirəm, məsəl üçün, siz həkimə, ona görə mən müraciət edirəm ki, həkimi biz gözəl anlayırıq, çünki avtomobildən qabaq Azərbaycan öz təbibləri ilə məşhur idi. Və lap uşaqdan da soruşsan, həkimlə məsləhət eləmək istəyir. Elə gözəl gedir, ona söhbət edir ki, bəs niyə biz avtomobilistlə söhbət eləmək istəmirik? Və müəllimin dediyi kimi, nəyə görə biz ona nəyəsə bir bunun qarşılığında pul vermək istəmirik? Çünki bu mədəniyyət formalaşmayıb bizdə. Məsələn, Almaniyada bu, heç servisə getmirsiniz. Məsləhətxanalar kimi bir yer var, servisin kənarındadır. Və elə belə, qardaş, mən səhər... Diagnostika üçün? Yox, heç də yoxdur. Sadəcə oturub babiləsin kimi söhbət edirəm. Belə xidmətlər var? Bəli, mən səhər rolumu riski belə döndərəm. İndi mənim bir sualım əmələ gəlib da, mən sizə bunu verməliyəm, yox, ürəyim narahatdır. Onda nəyə görə mənim rolum donur? Texniki cəhətdən heç bir narahatçılıq zad yoxdur. Sadəcə mən bunu belə eləyəndə bu belə donur. Mən sizə deyirəm ki, Sprechstunde deyirlər, danışıq saatı. Bu tibbdə də var, maşında da var, nə bilim, belə maliyyədə də var. Danışıq saatı, mənim Sprechstundem saatim 30 evrodur. Bugün 30 evro ödün, gəlin oturuq danışırıq. Söhbət edir, bütün dərdlərimizi mənə danışır, bir psixolog kimi. Mən narahatam. Bizdə belə xidmət yoxdur. Avtomobildə vəbşə yoxdur, amma həkimdə var. Söhbət avtomobildən gedir. Ona görə də siz məlumat ala bilmirsiniz, ona görə də narahat halda qalırsınız. Halbuki getsiniz həmin adını çəkmədiniz şirkətə. Deyirsiniz, qardaş, mən istəyirəm ki, avtomobilimin istismar müddətini, hansı kilometr nə etməliyəm, onu sıralı şəkildə bilim. Bir dənə printerdən print edib çıxarıb sizə verəcək. İstəməlisiniz amma siz. Və ondan sonra o protokoldan baxırsınız, qarışsan filan şey eləmisənmi? Yox, niyə eləməmsən? Bu bir tərəf tələb eləməyə başlayır ki, niyə eləməmişsən? Bunu çox vaxt ona görə eləmirlər ki, o bir tərəfdə elə ki, nəyəsə bir nasazlıq olarsa, bu adam bunu məndən istəməsin. Yəni, problemlərdən bəlkə böyüklərdən biri bizim sahib olaraq savadsızlığımızdır da. Yəni, biz maşını alırıq və da elə bilirik ki, bu ömürlük işləyəcək və s. Yəni, yanaşma belədir. Bəli. Mən əvvəl həmişə misalında mən belə bir şey misal gətirirəm. Deyirəm ki, Azərbaycanda atçılıq, məsəl üçün, Almaniyaya tay inkişaf eləmişdi. Qarabağ atları, digər atlar, qaçan atlar, İngilis atı ilə Qarabağ atı. Yəni, məşhur bir atımız var idi. Çünki kişi nə sürürdü, onu bilirdi. Yəni, istehlakçı onu bilirdi. Bugün ona görə problem yaşayırıq ki, maşında. Kişilər nə sürdüyünü bilmir. Yəni, savadsız sürücüyük biz. Ona görə də biz heç nəyə bilmirik. Çox sağ olun. Qalib mənim, sizin tövsiyəniz maşın sahiblərinə yox, sahibkarlara və dövlət qurumlarına, bəlkə burada hansısa problemi elə müvafiq deyək ki, qanunvericilik aktla həll etmək olar və s. Mən qısa şəkildə deyim ki, tövsiyələri deyim ki, sahibkarlara, bilirəm vaxtımız azdır. Birinci növbədə mən onlara məsləhət görürəm ki, onlar
mütləq qeydiyyatdan keçsinlər Vergilər Nazirliyində və sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərsinlər. Çünki onların gəlirləri o qədər deyil. 1 illik statistikanın məlumatına inansaq, 1 illik avtoservislərin göstərdiyi xidmətin həcmi 242 min manatdır. Bəlkə bu sahədə vergi patent sistemini tətbiq etmək məsləhət olar. O da çox yaxşı olar. O da inşallah biz yəqin ki vergi patenti ilə bağlı da ayrı bir verilişimiz olacaq. İnşallah orada Vergilər Nazirliyinin nümayəndəsi də olar və biz onu daha bir sahə kimi onu nəzərdən keçirərik. Və digər bir məsələ odur ki, siz bilirsiniz ki, əmək müqavilələrinin bağlanması ilə bağlı avtoservislərdə vəziyyət çox ürəkaçan deyil. Məsələn, əmək müqavilələri mütləq işçilərlə əmək müqavilələri bağlanmalıdır və bununla bağlı tələblər də artıq sərtləşdirilib. Mütləq elektron reyestrə daxil edilməlidir onlayn qaydasında və oradan bildiriş aldıqdan sonra bir gün ərzində artıq işçini işlətmək olar. Digər bu sahibkarlara olan tövsiyələrimdir. Başqa bir tövsiyəm də mənim, bayaq dedik ki, bu proses çox sadə görünür əslində avtoservis açmaq və işlətmək. Üzr istəyirəm, sahibkarlara, yenə də siz dediniz sahibkarlara sanki tamamladınız. Bəlkə belə bir tövsiyə də onlar üçün maraqlı ola bilər ki, işçini saxlamaq üçün müəyyən üsullar var da, işçini necə bu biznesi bağlamaq olar. Yəni, bəlkə onu, həmin işçini gəlirlərdə, mənfəətdə bir payçı kimi əgər onlar qəbul etsələr öz işçisini, onun da marağı olar ki, elə yerini dəyişməsin də burada iş. Yəni, bu da ola bilərmi? Bu da maraqlı təklifdir. Yəni, işçini işdə saxlamağın ən birinci yolu onun əmək haqqını yüksək eləməkdir. Yəni, ona... Yüksək eləyərsən birdən müştəri olmaz. Yəni sizin dediyiniz dolayısıyla ona xidmət edir ki, yəni ora daha yaxşı bağlanır əslində. Siz deyəndə ki, payçı kimi ora əlavə olunsa daha yaxşı o işə bağlanır, daha ürəkdən o işə bağlanır. Və ən sahibkarların mən dediyim kimi ən böyük problemlərindən biri texniki şərtlərin alınması ilə bağlı olan problemlərdir. Həm xərclər çoxdur, həm o sahədə çox subyektiv yanaşmalar var. Bununla bağlı texniki şərtlər, yəni siz... Texniki şərtlər burada söhbət gedir sudan, çirkab sularından və qazdan, elektrikdən söhbət ondan, o təchizatdan gedir. Bu biznesi qorumaq üçün əsas problemlər... Mütləq. Texniki şərtlərin alınması bizə elə gəlir ki, biz bunu tik-tik qutardıq sonra almalıyıq. Amma elə deyil. Biz tikintiyə başlayanda artıq texniki şərtlərin alınması ilə bağlı prosesi başlamalıyıq. Burada sadələşdirməyə ehtiyac varmı bu sahədə? Bu sahədə belədir ki, burada ən vacib məsələ odur ki, həmin o texniki şərtləri verən dövlət qurumları bura subyektiv yanaşırlar. Məsələn, tutaq ki, elektriki... Subyektivizmi aradan qaldırmaq üçün. Məsələn, qoşmaq üçün deyirlər, biz sizi bu transformatora qoşmuruq. Biraz 1 kilometr uzaqdakı transformatora qoşulub. Xərcini də siz ödəməlisiniz. Xərcini də siz ödəməlisiniz, təbii oradan çəkilən elektrikin. Ona görə də Tarif Şurası, bu qurumlar hamısı dövlət qurumları olduqlarına görə, təbii insarlar olduqlarına görə, Tarif Şurası, yəni qanunvericilikdə də var ki, həm elektrikin, həm də suyun qoşulması üçün Tarif Şurası müəyyən tariflər müəyyən eləməlidir ki, həmin tariflərə uyğun haqq müəyyən eləməlidir ki, yəni sabit bir haqqı olmalıdır ki, onu da ödəsin sahibkar və avtoservisinə o təchizatı təmin eləsin. Ən vacib məsələlərdən biri budur. Mən demirəm ki, bu sahədə işlər görülmür. Yox, işlər görülür. Məsələn, əvvəllər elektrik sahəsində elə su təchizatı ilə qoşulma ilə bağlı aktlar, qanunvericilik aktları daxili qanunvericilik aktlardır. Amma artıq Nazirlər Kabinetinin aktlarıdır bu artıq. Əslində elə olmalıdır. Amma tutaq ki, qazda biz bunu deyə bilmərik, qazda özlərinin daxili qaydaları ilə tənzimlənir. Çox sağ olun. Hörmətli İqtisadi Forum izləyiciləri, ümid edirəm ki, bugünkü söhbətimiz sizin üçün maraqlı, faydalı oldu. Mən istərdim bizim qonaqlara, Şahin müəllimə, Qalib müəllimə təşəkkürümüzü bildirim. Və eyni zamanda ümid edək ki, sabahdan, yəni biz hamımız, mən də daxil, öz avtomobillərimizə daha qayğıkeş olarıq, daha diqqətli olarıq və bugünkü veriliş düşünürəm ki, buna yəqin ki, xidmət edib. Sağ olun, yeni görüşlərə qədər.